Real Madrid, Benfica'nın 22 yaşlı sol cinah müdafiəçisi Alvaro Carreras'ın transferini tamamlamaq üzrədir. Xatırlatmaq istəyirəm ki, bu futbolçunun müqaviləsində 50 milyon avro qarşılığında azad qalmaq bəndi var. Real isə bu məbləği azaltmaq niyyətindədir və ola bilsin ki, artıq bu həftə Carreras'ın keçidi ilə bağlı biz yeni məlumatlar əldə edəcəyik. Bu ana olan son xəbərlərə əsasən vəziyyət belədir ki, Carreras'la artıq şəxsi razılıq əldə olunub. Onun müqaviləsinin detalları barədə, yəni nə vacib, müqavilənin uzunluğu, yəni neçə il davam edəcəyi barədə razılıq var. Sadəcə olaraq Benfica ilə danışıqlar aparmaq lazımdır və bu həftə yaxud qarşıdakı günlərdə Real Madrid məhz bununla məşğul olacaq ki, Alvaro Carreras da klublar arası dünya çempionatına qədər kral klubuna qoşulsun. Daha əvvəl Real Madrid müdafiə xəttinə bir oyuncu cəlb edib, söhbət Dean Huysen'dən gedir. Onun üçün Real Bournemouth'a təqribən 60 milyon avro ödəyib və Huysen artıq klublar arası dünya çempionatında Real Madridin şərəfini qoruyacaq. Eyni zamanda Real Trent Alexander-Arnold'un da bu turnirə qədər komandaya qoşulması üçün çalışır və Alvaro Carreras da müdafiə xəttini gücləndirə biləcək oyunculardan biridir. Carreras'ın transferi tamamlanandan sonra müdafiə xəttinə yeni oyuncuların gəlib-gəlməyəcəyi hələ ki sual altındadır. Bunun üçün Real David Alaba və yaxud Ferland Mendy ya da Eder Militao ilə yollarını ayırmalıdır. Bununla bağlı isə hələ ki heç bir xəbər qarşıma çıxmayıb. Hazırda Real Madridin əsas hədəfi klublar arası dünya çempionatına qədər Carreras'ın transferini tamamlamaqdır və bunun üçün Real Benfica'ya təqribən 40 milyon avro ödəməyə hazırdır.